Hamıya salam. Bugün qozlu roqalik hazırlayarıq. İlk öncə unun üzərinə duz, vanil və qabartma tozu töküb qarışdıraq. Yağı əlavə edib umaç halına gətirək. Yumurta sarısını və xamanı əlavə edib xəmiri toparlayaq. Xəmiri çox yoğurmağa ehtiyac yoxdur. Xəmiri yaxşıca toparlayıb paketə yerləşdirib soyuducuya qoyaq. İçliyi hazırlayaq. Qolun üzərinə şəkər tozu, vanil və yumurtanın ağını əlavə edib qarışdıraq. Xəmiri kündələrə ayıraq. Yayaq və yuxanı 8 hissəyə ayıraq. Hissələrə ayırdığımız yuxanın üzərinə içlikdən yerləşdirək. İçliyə uzun sol forması verək ki, bükdükdə səliqəli alınsın. Kənarlarını yaxşıca bərkidib bükək. Hazırladığımız roqalikləri 150-160 dərəcədə üzəri azca qızarana qədər bişirmək lazımdır. Bişdikdən sonra üzərinə şəkər pudrası səpib servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun.